Hərbi xidmətə yararlı olmadığı halda 18 yaşlı çağırışçısı barədə müsbət rəy verən Bərdə rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin 1962-ci il təvəllüdlü həkim ümumi cərrahın məhkəmə prosesi başa çatıb. Teleqraf əldə etdiyi məlumata görə Bərdə rayon məhkəməsində keçirilən prosesdə Cavid Tağıyev Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham olunub. Məlum olub ki, 2024-cü ilin aprel çağırışı zamanı Cavid Tağıyev həkim cərrah olaraq hərbi həkim komissiyasının üzvü təyin edilib. O həmin vəzifədə xidmət edərkən hər iki ayağın boylama yassı ayaqlığı xəstəliyindən əziyyət çəkən 2006-cı il təvəllüdlü şəxsi müayinə edən zaman onu rentgen aparatından keçirməyib. Həkim 18 yaşlı gənci həmin xəstəliyə cəlb edilməsini təmin etməyərək çağırışçının hərbi xidmətə yararlı olmasına dair tibbi rəy tətbiq edib. Nəticədə həmin rəy əsasında zərər çəkmiş şəxs qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət sonra isə əskər böbrək nahiyəsində olan ağrılar səbəbindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib.